o cümlədən media nümayəndələr, onlara da mən dəfələrlə müraciət eləmişəm, demişəm ki, siz mənim köməkçilərimsiniz. Şəhid Əmirov Vaqif Niftullaoğlu'nun ailə üzvlərinin müraciəti Haqq Səsi TV1 kanalına daxil olub. Müraciətdə bildirilir ki, Cəlilabad rayonunun Göytəpə şəhərində ailəyə məxsus torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi qaz xəttinin yaratdığı maneə səbəbindən dayandırılıb və evin inşası mümkün olmur. Ailə qeyd edir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunub. Lənkəran Regional Qaz İdarəsi tərəfindən müəyyən icazə verilsə də, Cəlilabad rayon Qaz İdarəsi və Podrasil şirkət tərəfindən icazənin icrası təmin edilmir. Cəlilabad rayonunda bəzi kiçik məmurların vətəndaş müraciətlərinə qarşı laqeyd münasibət göstərdiyi iddia olunur. Ümid edirik ki, Haqq Səsi TV1 kanalının çəkilişindən sonra vətəndaşın müraciətinə aidiyyəti qurumlar nəzər salacaqdır. Çəkilişdə iştirak etdi Haqq Səsi TV1-in Cənub bölgə müxbiri İbrahimova Əfsanə, efirə verdi Haqq Səsi TV1-in rəhbərliyi İlham Müzəffəroğlu.